Böyük günahlara gəldikdə isə böyük günahlar üçün mütləq tövbəyə ehtiyac vardır. Necə ki, hədisdə gəldi, hər bir günahın, pisliyin arxasınca onu siləcək bir yaxşılıq et. Balaca günahlar üçün namaz, zikir, sədəqə, gülər üz və bunun kimi digər məsələlər balaca günahlar üçün kəffarədir. Ancaq böyük günah üçün mütləqdir ki, tövbə olsun. Bu da qulun özü üçün olan ən böyük yaxşılığıdır ki, tövbə etsin. Və tövbə barəsində Allah Teala buyurur ki: "Qul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah." Ey özlərin Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, de: "Ya ibadiyellezine, ey özlərinə zülm etməkdə həddə aşan qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin, ümidinizi kəsməyin." Allah Teala bizə necə müamilə etdi? Demədi ki, ey içki içən, ey zinakar, ey oğrucu. Allah Teala ya ibadi, ey qullar. Bu da Allahın rəhmətidir ki, Allah Teala ilk öncə bizim günahlarımızı örtdü. Elə günahlar var ki, onu Allah Subhanahu Teala bilir. Ondan başqa heç kim bilmir. İlk öncə Allah Teala bizim günahlarımızı örtdü və sonra bizi gözəl bir şəkildə çağırdı ki, tövbə et. Ya ibadi, ey qullarım. Ondan sonra bizi həvəsləndirdi ki, Allahın rəhmətindən ümidini üzmə. Tövbə etdiyin zaman Allah Subhanahu Teala günahları bağışlayandır. Və Allah Teala başqa ayədə buyurur ki: "Ya eyyuhellezine amanu tubu ilallahi tövbeten nasuha." Ey iman gətirənlər, Allaha nasuh, səmimi bir tövbə edin. Allah Teala bizim tövbəmizlə sevinir. Allah Teala ona qayıtmağımızla sevinir. Allah Teala ona sığınmağımızı bizdən istəyir və Allah Teala sevdiyi, ən razı qaldığı əməllərdən biri də qulunun ona sığınması, ona qayıtması, ona tövbə etməsidir. Allahdan istəyir ki, Allah Teala bizə səmimi bir tövbə nəsib etsin.